Salam əziz və dəyərli izləyicilərim. Mənim dəyərli bacı qardaşlarım, ən çox gələn suallardan biri budur ki, Məryəm xanım hansı çayı almağı məsləhət bilirsiniz və siz hansı çayı içirsiniz? Mən də sizə söz vermişdim ki, çəkəcəm. Düzdür, mən Rusiyadayam, hal-hazırda Moskvadayam. Yəni ki, Azərbaycanda mən içdiyim çaydan inanmıram ki, olar. Elə də bahalı çay deyil ha. Bax, indi sizə qiymətini də göstərəcəm. Deməyin ki, ay Məryəm xanım hansı çay içir? Prosto ləzzətli olduğu üçün, mənim xoşum gəldiyi üçün mən yaşıl çay içirəm. Qara çay içməyin. Qara çayı yandırırlar. Qara çayın tərkibinə min cürə rəhlər qatırlar. İstəsəniz özünüz araşdırın, indi internet zamanəsidir. Görəcəksiniz ki, dəhşət saçır qara çaylar. Deyərsiniz ki, Məryəm xanım, yaşıl çay hardan bilirsiniz ki, təmizdir? Heç olmasa yaşıl çaya rəh qatılmır mənim əzizlərim. Onsuz da yaşıl çay rəhsiz olur. Yəni ki, burada indi sizə göstərəcəm, Azər çaylarımız da Rusiyada doludur. Özünüz görəcəksiniz indi. Vallahi yeri gəlir Azər çay alıram. Amma ən çox sevdiyim çay Maloçnoy Ulun çayıdır. Baxın. Maloçnoy Ulun, yəni südlü yaşıl çay. Qablaşdırılması cürbəcür olur. Rusiyada olanlar girib birdən baxarsınız ki, başqa cürdür. Cürbəcür qablaşdırılmalarda olur, amma Maloçnoy Ulun. Əzizlərim, deyilənə görə mən araşdırmışam. Maloçnoy Ulun çayını, yəni bu yaşıl çayı südlə suluyurlar. Su əvəzinə südlə suluyurlar. Ona görə də süd, qaymaq tam gəlir. Doğrudan da gəlir. Özünüz dəmləyəndə evə elə bir aromatda olur ki, inanın ki, nə bilim, içmək istəməyəndə içəcək yaşıl çayı. Amma Azər çayları da sizə göstərim, əzizlərim, doludur. Vallah, billah, inanın ki, özümüzün Azər çayımızı da içirəm. Azərbaycanda da olanda, burada da olanda. İndi sizə deyim ki, yəni yaşıl çaya rəh qatılmadığı üçün mən ürək eləyib içirəm. Soruşmuşdunuz ki, hansı çayı içirsiniz. Amma sizə deyim ki, mənim əzizlərim, indi sizə göstərəcəm. Görün, burada nə qədər çay növləri var. Baxın, o bir dəfəlik çay, adnarazıvı çay deyirlər. Xahiş edirəm, o çaylardan istifadə eləməyin, evə almayın. Baxın, o çayları zirzibildir yığıblar onun içinə. Çayları yığırlar karobkalara, o dibində qalan zirzibilləri də yığırlar həmən o adnarazıvı paketlərə. O adnarazıvı materiallar özü bir kərə çox ximikatdır, özü bir kərə dəhşət saçır. Onların da naturalnisi olur, yəni əsili olur. Elə bir material olur ki, 3 güncük bəlkə görmüş olarsınız. Onlar biraz bahadır, bax, onlar təbii materialdır. Onlardan qorxmaya bilərsiniz, amma onlar da bahadır, ala bilməyəcəksiniz. Yəni, mən şəxsən nə ailəmə, nə evimə, nə doğmalarıma icazə vermirəm bir dəfəlik çaydan istifadə eləməyə. Bax, baxın, indi görün nə qədər çaylar var, sizə göstərim. Gəlin, əzizlərim, gəlin çayların növlərinə baxın. Baxın, baxın, bu çaylar cürbəcür də qiymətlərə var. Elə də bahalı çaylar deyil. Baxın öz Azər çaylarımıza, əzizlərim, görün nə qədər adamın ürəyi açılır. Cürbəcür çaylar var. Bax, baxın, qiymətindən asılı olmayaraq, baxın adnarazıvı çaylara, bir dəfəlik çaylara. Ay Allah, bu çayın qiymətinə baxın, 54 rubuldur. Nə bilim, bizim manatla 1 manat eləyir, nə qədər eləyir? Almayın, zibildir. Özünüzü şikəst eləməyin. İndi sizə mən özümün içdiyim çayın qiymətini göstərəcəm ki, gəlin, gəlin. Görün ki, bahalı çay deyil. Baxın, 209 rubl Rus pulu ilə. Bilmirəm, Azərbaycan pulu ilə 2-3 manat eləyər. Yəni, elə də bahalı deyil. Azər çayımız ondan bahadır. Baxın, 352 rubl. Azər çayımız mənim içdiyim çaydan bahadır. Yəni, mən bunu sevirəm. Cürbəcür, bir də qatqılı çaylar almayın. Bu qatqılı çaylar eləcə, bu da Maloçnoy Ulunun bir dəfəliyidir. Baxın, bir dəfəlik Maloçnoy Ulunlardır. Genə də almıram. Mən dəmləməsini alıram, əzizlərim. Hər cürə, bax, görürsünüzmü? Azərbaycanda da bilirəm ki, belədir. Çayların sayı hesabı yoxdur, amma ki, hamısı dəhşət saçır. Çox xahiş edirəm, əzizlərim, bu adnarazıvı çaylardan, ən çox da qara çaydan çalışdıqca uzaq olun. Mənim əzizlərim, indi internet zamanəsidir. Balaca uşaq belə başı çıxır internetdən. Nə olar, girin özünüz oxuyun. Füzuli həkimə qulaq asın, dəyərli Füzuli həkimə. Görün qara çay haqqında nə deyir? Professorlara, rusların professorlarına qulaq asın. Görün qara çay haqqında. Deyin, bəlkə Məryəm xanım yalan deyir. Bir araşdırım görüm, düz deyirmi? 5 dəqiqə vaxtınız gedər. Əgər Lənkərandan sizə gəlirsə, əsl çaydırsa, indi kimsə gəlib atdan yazacaq ki, dədə babadan ulu babalarımız, ulu nənələrimiz çayla böyüyüb, uşaqlarımızı çaylarla böyütmüşük, mənim əzizlərim. Gedin elə indi də siz uşaqlarınızı ulu babalarınız, ulu nənələriniz kimi çaylarla böyüdün. Əgər başınız olsa, düşünərsiniz ki, ulu babalarınızın, nənələrinizin devrində olan çay idi. Yandırmırdılar rəng verməsi üçün. Marqaniz qatmırdılar tərkibinə ki, çay rənginə düşsün, kariçni bir rəngdə, qəhvəyi rəngdə olsun.
Ona görə də məsləhət özünüzün istəyirsinizsə gedin o qədər için ki, mən özüm üçün dəyərli olan səviyyəli izləyicilərim üçün danışdım. Mənim əzizlərim, bir də onu deyim ki, əgər sağlam yaşamaq istəyirsinizsə, Məryəm xanımınızın bütün qızıl qaydalarını öyrənmək istəyirsinizsə, bilmək istəyirsinizsə ki, qəbizlikdən, qazdan, köpdən Məryəm xanım, mənim bağırsağım saat kimi işləyə bilərmi? Amma siyana çaysız, aclıq otusuz, dəvə gözü çaysız, maqni sulfat duzsuz, qara kömürsüz olarmı? Bəli, mənim qrupumda bunlar qadağandır. Mənim qrupumda arıqlama çayı, arıqlama kofesi qadağandır. Mənim qrupumda aclıq etmək qadağandır. 3 dəfə sağlam qidalanaraq böyük qarından azad olursunuz. Qazdan, köpdən, qarın gürültüsündən azad olursunuz. Ən əsası, qrupuma girən kimi sizə peelinglər atıram. Sırf özümə aiddir. Ay, o qədər özünüzü gözəl, üzünüz par-par parıldayacaq. Saçınızın gözəllik sirrini öyrədəcəm. Dırnaq göbələyindən azad olmaq sirrini öyrədəcəm. Daha nələr Məryəm xanımın qızıl qaydaları sizlərlə olacaq. Dəyərli bəylər üçün ayrıdır qrupum, dəyərli xanımlar üçün ayrıdır qrupum. Və bütün bu saydığım özəlliklər cəmi bircə dəfə 20 manat ödəməklə baş verir. Düz eşitdiniz, hər ay ödəmirsiniz, cəmi bircə dəfə 20 manat ödəyirsiniz. Mənim əzizlərim, buyurub gələ bilərsiniz. Qrupuma 20 manatınızı ödəyib, xoşbəxt həyat yaşaya bilərsiniz. Təbii ki, istəyirsinizsə, amma nömrəmi videonun üstünə qoya bilmədiyim üçün, yaza bilmədiyim üçün səsli şəkildə tələffüz edəcəm. Necə deyirəmsə, o cürə də yaddaşa salın, xahiş edirəm. Tiri, əvvəlinə 012 55 yazmayın. Dünyanın harasında olursunuzsa olun ki, qrupumda artıq dünyanın hər yerindən xanımlar və bəylər var, ayrı-ayrı qruplardır, düzdür. Buyura bilərsiniz, amma dediyim kimi yazsanız WhatsApp nömrəmi tapa biləcəksiniz. Rusiyanın WhatsApp nömrəsidir. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi o qədər bol-bol eləyin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.